Media nümayəndələri Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas kateqoriyalardan olan şəxslərin yaradıcılıq imkanlarını genişləndirmək üçün yaradılan şəraitlə yaxından tanış olublar. 14 fəaliyyət istiqamətləri üzrə burada təlimlər həyata keçirilir. Bizim əsas məqsədimiz odur ki, həssas kateqoriyadan olan insanlar üçün onların sosial adaptasiyasını keçirdək. Bu 4 il ərzində artıq 150-dən çox biz tədbir həyata keçirmişik. 4 il ərzində 900-ə yaxın bizim benefisiarlar bizim təlimlərdən yararlanıb, mövcud olan 300-ə yaxın benefisiarlardır. Biz həmçinin də bu fəaliyyətimizi ölkə daxili də keçirdirik və bizim regionlarda da bizim 2 filialımız var. Bizim portal satışımız artıq hazırlanıb və gələn il artıq bayramlardan sonra, yeni il bayramlardan sonra biz bu istifadə verəcəyik bu satış portalı. Onun əsas məqsədi odur ki, həssas kateqoriyadan olan insanların burada mərkəzdə təlim keçən benefisiarlarımızın onların əl işlərini biz həmən satış portalı üzrə onların satışını həyata keçirdəcəyik. Benefisiarlarla işləmək belə deyək, asandır, amma məsuliyyəti çoxdur. Məsuliyyətini hiss edəsən, bəli, olar. Bizdə biraz fərqli bir benefisiarlar olduğu üçün üst istiqamətdə biz təlim keçirik. Həm bizdə artdı, həvəskardır, peşəkardır. Peşəkarlarla işləmək, yəni o dərəcədə də belə deyim, rahat deyil. Çünki onlara incəlikləri, dərinliklərini daha çox belə deyək, öyrətməli oluruq. Həvəskarları da ki, çalışırıq ki, yəni bir artdan çıxardıq həvəskara, həvəskardan peşəkara yönləndirək. Sənətə 2018-dən başlamışam. Hal-hazırda bədii oymadayam. Bu fəaliyyətimlə məşğulam. İnşallah bunu bitirəndən sonra Allahın köməklə öz işimi açacağam. Öz emək xalamı açacağım Allahın köməklə. Qeyd edək ki, məzun benefisiarlar Respublikanın ali təhsil ocaqlarında, o cümlədən Qarabağ Universitetində təhsillərini davam etdirirlər. Mərkəzin 2 üzvü prezident mükafatına layiq görülüb. 10 nəfərdən çox benefisiar mərkəz və filiallarda təlimçi kimi fəaliyyətə cəlb olunub.